Yəni biz nəzərdə götürsək ki, indiki zamanda, indiki zamana ki, bu bizim zehnimiz vardı, əgər bu zehinlə ki, biz İmam Hüseyni yaxşı tanımışıq, İslamı yaxşı tanımışıq, Peyğəmbərin nəvəsinin olduğu bilirik və onun İslam üçün mübarizə apardığını bildiyimiz halda, əgər İmam Hüseyn əleyhissalam bu bizim zehniyyətimiz olan vaxtında, əgər bizi Kərbalaya dəvət edəsəydi şəhid olmaq, yəni bu halda ki, bilirik şəhid olacaq, mən hətmən gedərdim. This one is one of the greatest questions I've ever been asked by someone. You find that there are some mujtahid, even some scholars who fails to answer this question. Əlbəttə, indi sizlə üzbəyiz oturub hər şəxs belə ən asan cavab verə bilər ki, mən İmam Hüseyn tərəfdə ola istəyərəm olum. Bunu indi demək asandır. Ən doğrusunu Allah bilir ki, mən o vaxtı hansı tərəfdə olardım. Ancaq istədiyimi soruşsaz, fikrimdən, könlümdən hansı keçir? Əlbəttə ki, haqqın tərəfində, İmam Hüseyn tərəfində olardım. Nəinki dünyası üçün yaşayan şərabxor, İmam Hüseyn düşməni olan, haqqın düşməni olan Yezid tərəfində olmazdım. Əlbəttə İmam Hüseyn tərəfdə olardım. Katika uwanja wa Karbala, kama tulivyosifiwa sifa zake, ni kwamba ni uwanja katika zama za Yazidi. На чьей стороне можно было бы быть в те времена? Разумеется, быть на стороне имама Хусейна, алейхиссалям, это тоже нужно было бы заслужить от Аллаха. Это тоже не просто так дается, так же, как и свидетельство, да, шахадат. В связи с этим, что я могу сказать? Если бы я тогда, в те времена жил бы и обладал бы nынешними знаниями об имаме Hüseyni. Bu sual ki verdiniz, bizlər üçün bir baxanda fitridir. Biz ki fikirləşirik, öz daxilimizdə Şiəyik və İmam Hüseyn, əlbəttə İmam Hüseyn tərəfində olarıq. طبعا هو سؤال يعني في آنه الآن قد يبدو الأمر لأنه بعيد. أولا المدة التاريخية التي تفصلنا عن معركة الطف وطبيعة معركة الطف. أولا الإنسان عندما يوضع في المكان الصحيح الذي يجب أن يوضع فيه ليقاتل أو يجابه الظلم والفسد وبأعداد هائلة جدا مثلما في هذه الصورة التي وقفت في وجه الحسين عليه السلام وأصحابه وأهله. I remember I just heard about, I read about one ayatollah. He said, if I was in Karbala, I would die with Imam Hussein. So when he went to sleep, in his dream, he saw himself in Karbala. But when the arrows were coming, he tried to dodge them. So even me, according to me, I just pray to God. But if maybe I was with Imam Hussein, I would pray to God to give me the courage to stand with him, so that maybe I would not betray him. Briefly, because whenever you're full of Ahl Bayt, you have to stand with the trustworthy. Burada bizim gözəl bir alimlərdən biri buyurur, deyir, əgər bilmək istəyirsənsə, sən İmam Hüseynin Kərbalasında İmam Hüseynlə bir yerdə olacaqsan, ya düşmənlə bir yerdə İmam Hüseynə qarşı olacaqsan, öz nəfsivə burada, nəfsivə qayıt.